Bugün məhsullarımızın saxlanıldığı anbarlardan birində yanğın baş verib. Bir xəbər media xəbər verir ki, bununla bağlı Kontaktomun sosial şəbəkə hesabında məlumat verilib. Ən önəmlisi budur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Operativ müdaxiləyə görə təcili yardım və yanğın söndürmə xidmətlərinə təşəkkür edirik. Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərimizin çatdırılmasında qısa müddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq. Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbrinizə və etimadınıza görə minnətdarıq deyə paylaşımda bildirilir. Xatırladaq ki, bugün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib. Hadisə ilə bağlı bir marketdə məlumat yayıb. Elektron ticarət platformasının tətbiqində müştərilərə bildiriş göndərilərək yanğın zamanı onlara məxsus anbara da zərər dəydi. Bu səbəbdən sifariş və çatdırmalarda gecikmələrin ola biləcəyi qeyd edilib.